Herkese salam. Bugünkü vloquma xoş gəlmisiniz. Bugün mənim doğum günümdür. Amma əslində mən adi sıradan bir gün kimi yuxudan oyandım. Axşamki dağınıqlığı toparlayıb süfrə açdım, səhər yeməyi yedik və təkrar onları yığışdırdım, ortalığı toparladım. Hər zamanki rutinim, yəni gündəlik ev işləri, evləri təmizlədim, sildim, tozsoranladım, yəni bu hal. Və düşündüm ki, ad günüm olsa da keçirməyəcəyimə görə sıradan bir gün kimi ailecə yığışarıq süfrə başına, axşam hər zamankindən fərqli yeməkləri hazırlayaram, birlikdə oturarıq, yemək yeyərik. Amma axşam məni nə gözləyəcəyindən tam xəbərsiz idim. Sən demə, axşam əzizlərim, yaxınlarım bizə qonaq gələcəklər, amma mən bundan xəbərsizəm. Ev işlərini görə axşama nə hazırlayacağımı, nə edəcəyimi planlaşdırırdım. Fikirləşdim ki, axşama ləvəngi, aş, bir də salat eləyərəm. Uşaqlar tort hazırlamayacaqdım, çünki buna vaxtım olmur, çatdıra bilmirəm, alınma da sevmirəm. Və buna görə də fikirləşdim ki, uşaqlar dondurmanı çox sevir, dondurmadan nələrsə eləyim. Onu da demək olar ki, əlimi üzümə bulaşdırmışdım. İnşallah növbəti kadrlarda görəcəksiniz. Bugün ləvəngi hazırlayacağım. Bir də Sezar salatına oxşar bir salat, bəzi şeylər var çatışmır, yəni əlavələr eləyəcəm. Bəzi şeylərdə əks etmişəm. Oxşar bir şeydir, yaxın bir şeydir. Yəni baxan kimi ilk onu xatırladır. Mən də onu xatırlatmışdı, internetdən tapmışam. İnşallah ki, dadı bəyənilər. Salatın suxariklərini hazırlayıram. Suxarikin içinə yağ, su, duz, istiot qatıb qarışdırıram və üzərinə əlavə edirəm. Suxarikləri qarışdırıb 150-150 dərəcə aralığında peçdə 1 saat, saat yarım ərzində quruduram. Çörəkləri xırda doğrayanda normal quruyur, amma iri olanda biraz gec quruya bilir. Sonra ləvənginin içliyini hazırlayıram. Bunun üçün bizə qoz ləpəsi lazımdır. Öncədən yuyub qurutduğum qoz ləpələrini ət çəkən maşından keçirdirəm. Ayrı qabda saxlayıram. Sonra soğanı çəkirəm. Soğanı isə suyunu mütləq sıxmaq lazımdır. Çünki həm dadı acı olmasın, həm də sulu ləvəngi çox sulu olur, boş olur. Onda çox da yaxşı görünmür. Hətta məndə biraz yenə də sulu qalmışdı. Nə qədər sıxsam da yenə də sulu qalmışdı. Bir də ləvənginin acı olmaması üçün qozu alarkən diqqət yetirin, dadı dəyişməmiş təzə qoz olsun. Ət çəkən maşının içliyini təmizləyirəm. Ondan sonra ortalığı yığışdırıb işimə davam edirəm. Ləvəngi üçün toyuğu təmizlənmişdi öncədən. Bu arada toyuq kənd toyuğudur. Mən mağaza toyuğundan demək olar ki, artıq 2-3 ildir ki, heç nə bişirmirəm. Çox təsadüfi halda bud yaxud da bud dibi alaram. Belə başqa toyuğun heç bir hissəsini marketdən almıram. O da məcbur qalmadıqca kənd məhsulları istifadə edirəm uşaqlara görə. Yuyulmuş, ütülmüş, hazır toyuq idi. Təkrar yenə də yudum. Biraz suyunu süzülməyini gözləyirəm. Ondan sonra ləvəngi üçün hazırlayacağım. Amma bir gün öncədən hazırlasaydım daha yaxşı olardı. Duz istiyor, turşu, toyuğun canına hopmuş olacaqdı. Amma mən düşünməmişdim, yəni planlaşdırmamışdım. Həmin gün qərar vermişdim ki, ləvəngi edəcəm. Buna görə də hazırlıqsız idim. Burada ləvəngini qarışdırıram. Çəkdiyim qozu, soğanı, duz istiot əlavə edib qarışdırdım. Sonra yenə də turşu, duz, istiot əlavə edirəm və qarışdırıram. Ondan sonra toyuğun üzərinə sürtürəm. Toyuğun içinə, üstünə,
Yəni hətta toyuğu bıçaqla deşirəm gördüyünüz kimi ki, iç hissələrinə də hopsun. Əslində yenə dediyim kimi bir gün öncədən etsəm daha yaxşı hopardı, amma yenə də şərtdir bunu etmək, yoxsa o qədər də dadı olmur. Düzdür, yenə də pis alınmamışdı. Əvvəlcədən hazırlananda daha dadlı olur. Toyuğun ətinin dadı belə tam dəyişir. Ləvənginin doldurulması mərhələsinə keçək. Elə tavanın peç tavasının özündə qoyuram toyuğu, içini doldururam. Budlarının arasını, boğazının kənar hissələrini, hansı ki oyuqlar var, oralara da ləvəngi doldururam və toyuğun ayaqlarını bir-birinə keçirdirəm. Yəni heç bir sap falan istifadə etmədim. Burada isə salatın pomidorlarını hazırlayıram, doğrayıram. Demək olar ki, çox şey Sezar salatında kimi idi. Bircə dənə səhv etmirəmsə mayonez artıq idi. Bir də mən Sezar salatında xiyar görməmişdim, amma belə daha doyumlu olmuşdu. Daha fərqli dad verirdi. Yəni bir tərəfdən Sezar salatına oxşasa da dadı o deyildi. Yəni Sezar salatını bir neçə yerdə yemişəm. Düzdür, toyuqla yemişəm, krabla yeməmişəm, amma əslində Sezar salatı bildiyim qədərilə krabla olmalıdır. Salatın içliyinin ərzaqlarını bir yerə əlavə etdim. 4 qaşıq duru yağ əlavə edəndən sonra qarışdırdım. Ən sonda isə mayonez tökdüm. Amma bir şey səhv etdim ki, gərək suxarikləri axşam edərdim. Çünki suxariklər tam da xırçıltılı olmamışdı, biraz nəm çəkmişdi. Amma yenə də dadlı idi və bu arada onu da qeyd edim ki, Sezar salatı doyumlu olmur, amma bu salat çox doyumlu idi. Bilmirəm mayonezdən idi, nədən idi. Həqiqətən də çox tutumlu salat idi. Bir də içinə mən Holland pendiri də rəndələdim, amma reseptdə Holland pendiri olmasa parmesan pendiri əlavə etmək olar yazılmışdı. Sonra burada kahlardan belə dekor hazırlayıb süfrəyə təqdim edəcəm. Keçək meyvəli dondurmaya. Mən buna dondurmalı tort deyirdim. Uşaqlar düşünürdü ki, yəqin ki, tort kimi xəmir, arasının kremi dondurma ilə olacaq, amma elə etmədim və düşündüm ki, elə məncə əriyər, çünki dondurmanı buzxanada saxlayacağam, amma tortu buzxanada saxlaya bilməyəcəm. Buna görə etmədim. Mənə də maraqlıdır ki, dondurmalı tortu necə hazırlayırlar. Onu inşallah bir dəfə sınayacağam. İnşallah sınayanda sizin üçün də çəkib göstərərəm. Burada isə adi plan, bir də arasına meyvə qoydum və təkrar buzxanaya geri qoydum, amma süfrəyə verəndə artıq dondurma donmamışdı, amma meyvələr donmuşdu. Sağ ol, sağ ol. İnşallah. Belə girək. 50, 60, 70'e. Təbrik edirəm. Gələ ben inşallah. Sağ ol. Gələ bana da gələ. Gələ bizimlə gələ. Gəl qaldırım torpağını sorasan. Gəl qaldırım torpağını. Gəl bax ona torpağını. Ay şirinlər, ay şirinlər. Gəl görüm. Olaysa. Güllərim. Sen annene gel. Var elə biraz evdə saxlayıb sonra əkərəm. Çəkərsən. Ay mı? Yaparım koy bura. İndi görüşürsünüz siz də. Yolda rastlaşırsınız. Bizim əslində nədir, marojna tort eləmişdim. Özüm üçün elə belə də özümüz olacaq. Bilmirdim siz gələcəksiniz. O da sürpriz eləmişsiniz də. Bəli. Bunlar sənə verirəm. Bunlar nədir? Bunlar nədir? Ha qızım. Sağ olun, çox sağ olun. Bilmirəm. Sən də az gələ belə ver. Xunada açıram və qonaq otağına zada da getdiyi oldu. İnşallah. Qafağına üstünə başqasını vurmuşam. Çəkirəm hamı. Bibi,
Babuşka sen ne hediye Sağ ol, getirmişsin? Sen de hediye, hamı hediyesi Aa, ver. heç təbrikən. Sen de hediye getir. Təbrik eləyirəm. Gözəl illərə çıxasan. Can sağlığı ilə. Nə bilim, ən gözəl bu günlərə. İnşallah o gün. Bak qəşəng gələr. İnşallah. Kim qaldı? Gelirim bura. Təbrik. Təbrik edirəm. 100 yaşasın, sağlam yaşasın, arzularına çatsın. Amin. Emil təbrik elə. Bir təbrik eləyirəm. Ana, deyil. Ana təbrik edirəm. Xəya. Təminə sən də təbrik elə. Özüm tebrik eləyirəm. Oy, bir dənə də hediyə. Çox sağ ol. Almışam. Pasteldir bu da. Qoy göstərim. Qoy kameraya düşdü. Bu da süfrədir. Çox sağ ol. Payın çox olsun. Qoy bunu da göstərim. Qoy bu da düşsün. Qonşumuzun hədiyəsi. Onun buyurun qırmışıq. Qırılıq düşsün. Bu da bir dekor. Bir iki də əlimdən belə üstə sınıb dağılacaq. Qəşəngdir. Təcir onu satır. Hə, onu deyirəm. Tutuyorum. Ay, sağ olsun, sağ olsun. En sevimli meyvem de. Süfrəni hazırlayırıq və Məryəm toyuğu görüb tısbağa deyir. Ne istiyor ki? Bu arada yoldaşımın və özümün də hədiyyələrim var, amma onlar hələ gəlib çatmayıblar. Buna görə də onları göstərə bilmədim. Elbette olarak kanlı yanarsan. Yani. Ana istedi, ana yoruldu, bana ne yoruldu? Nerede? Neyse orada git, burada yer yok, orada git. Burada yer yoksa. Ne yapan yandı? Yapan yanına. Böyle olsun. Hep ölüm böyle Ben duydum da. Anam böyle gibi sana da. Gelen inşallah var. Marujna yiyirsən, o marujna deyil, o tortdur. Tatlıdır. O tortdur, marujna hələ xaladenlikdədir. Kamera çekirken de tatlıdır. Xoşuma gəldi. O təzə öyrən hələ Belə, belə, yeməyi. belə. Yeməyi bacarmır. Muratla Xəyaldakı telefondan çıxmırlar, ayrılmaz üçün. Tortunuzu yediniz mi? Dostan hə. Marujna tortu. Su beni göster.